Hər vaxtınız xeyir, hörmətli abituriyent və müəllimlərin işə qəbul imtahanlarına hazırlaşanlar. Tarixi videolar kanalında yeni video ilə sizin qarşınızdayıq. Bugün biz qədim Yunanistan mövzusunu davam elətdiririk. Üçüncü hissədə biz Afina-Sparta müharibələri və Yunanistanın müstəqilliyinə son qoyulması, o cümlədən Makedoniyalı İskəndər və onun işğalları barədə danışacağıq. Videoya keçməmişdən öncə sizdən çox cüzi bir xahişim var. Zəhmət olmasa bir saniyə vaxtınızı ayırıb videoya like düyməsini basın və əgər belə bir videoların davamının sizə gəlməyini istəyirsinizsə kanala abunə olun və onu digər dostlarınızla paylaşın. Beləliklə, Afina-Sparta müharibələri barədə danışaq. Birinci, ötən videolarda biz qeyd etmişdik ki, Yunanlılarla İranlılar arasında baş verən müharibə nəticəsində Yunanistan Aralıq dənizi hövzəsində ən qüdrətli dövlətə çevrildi. Həmçinin Yunanistana xeyli sayda qul axını baş verdi, xeyli sayda qənimət axını baş verdi. Və tüm bunlar nəticəsində Yunanistanda Afina şəhəri qüdrətli bir dövlətə çevrildi. Afina şəhəri digər Yunan şəhər dövlətləri arasında daha qüdrətli bir dövlətə çevrildi. Dəniz ticarəti də Afinanın əlində idi, onu dəniz sahibləri adlandırırdılar. Bütün bunlar hamısı Yunanistanın özündə şəhər dövlətlər arasında bir sıra ziddiyyətləri dərinləşdirdi. Bunun səbəbi nə idi? Gəlin buna bir yerdə baxaq. Deməli, birinci səbəbi dəniz ticarətindən üstünlük qazanmaq. Biz qeyd etdik ki, dəniz ticarətindən üstünlük əsasən Afinanın əlində idi. Digər səbəb isə qonşu dövlətləri özünə tabe etmək. Üçüncü səbəb isə çoxlu sayda qənimət əldə etmək. Və bunu bir balaca loru dildə sizə izah eləsəm, yəni dedik ki, Əhəmənilərlə müharibə nəticəsindəki qənimət ki, nə qədər Yunanistana daxil olmuşdu, indi o qəniməti bölüşdürmək uğrunda mübarizə başladı. Və burada da Afinanın əsas rəqibi Sparta idi. Qüdrətli dövlətlərdən biri olan Sparta. Və Yunan şəhər dövlətləri bir qismi Afinanın, digər qismi isə Spartanın tərəfində bu müharibədə iştirak etdilər. Beləliklə, eradan əvvəl 431-404-cü illərdə Yunanistanda ağalıq uğrunda Afina ilə Sparta arasında baş vermiş müharibə nəticəsində Sparta qalib gəldi, Afina dəniz ittifaqı ləğv edildi. Bu, Afina üçün nəticəsi idi. İndi ümumi Yunanistan üçün nəticəsinə baxaq. Polis sistemi tənəzzül etdi. Demokratiya və aristokratiya tərəfdaşları arasında mübarizə kəskinləşdi. Bir sıra polislərdə tiraniya bərqərar oldu. Yunan şəhər dövlətləri zəiflədi və Makedoniya işğalı üçün zəmin yarandı. Bir şey də qeyd edeyim. Deməli, burada bir haşiyə çıxım. Eradan əvvəl 6-cı əsr və eradan əvvəl 5-ci əsrin sonu, 4-cü əsrin əvvəlləri Yunan tarixi üçün oxşar cəhətdir tiraniyanın bərqərar olması. Yəni, 6-cı əsrdə Salon saatlarından sonra populist vədlərlə tiranlar hakimiyyətə gəldilər. Lakin o vədləri yerinə yetirə bilmədiyinə görə yenidən hakimiyyətdən getdilər və Afinada 6-cı əsrin sonlarında quldarlıq demokratiyası bərqərar oldu. Amma Afina-Sparta müharibəsi nəticəsində quldarlıq demokratiyası tənəzzül elədi və yenidən tiranlıq hakimiyyəti başladı. Bunu mən niyə deyirəm? Çünki situasiya suallarında düşə bilir. Yəni, siz dövrü gözünüzdə canlandırmalısınız. Təkcə test əzbərləməklə, təkcə hər hansısa bir sualları əzbərləməklə oradan çıxmaq olmaz. Gərək ümumi dövrü gözünüzdə canlandırasınız. Yəni, tiraniya nə vaxt bərqərar olur? O vaxt ki, hakimiyyət boşluğu yaranır. Aristokratiya getdi, yerinə populist vədlərlə tiraniya gəldi. İndi demokratiya, sonradan tiraniya gedəndən sonra demokratiya gəlmişdi. Demokratiyanın özü də Afina-Sparta müharibələri nəticəsində getdikdən sonra yerinə tiraniya gəldi. Və polis sistemi nə cür tənəzzül elədi? Çünki əhali artıq şəhərlərin hakimlərinə inanmamağa başlayırdı və bu da Makedoniya işğalı üçün zəmin yarandı. İndi isə Makedoniya imperiyası haqqında danışaq. Makedoniya Yunanistandan şimalda yerləşən ölkə idi və eradan əvvəl 4-cü əsrində 2-ci Filipin dövründə Makedoniya qüvvətləndi. 2-ci Filipin dövründə güclü və nizami ordu təşkil edildi, Yunan şəhər dövlətləri işğal edildi. 2-ci Filip Yunan şəhər dövlətlərini öz tərəfinə çəkmək üçün əsasən pulla şəhər əhalisinin bir qismini ələ alırdı. Bir qızıl dolu kisə yüklənmiş uzunqulaq istənilən şəhərin açarıdır. Bu 2-ci Filipin sözüdür.
Yəni burada nə demək istəyir? Təbii ki, istənilən şəhər deyəndə Yunan şəhərlərini nəzərdə tutur. Mən bayaq qeyd elədim ki, Afina-Sparta müharibələri nəticəsində yəni vəziyyət o dərəcədə pisləşmişdi ki, əhali xilası xarici müdaxilədə görürdü. Və 2-ci Filip də onlara həm cəlbedici sözlər deyirdi, onları öz şəhər hakimlərinin zülmündən xilas eləyəcəyini deyirdi, həm də eyni zamanda onları pulla ələ almağa çalışırdı və bundan da nail olurdu. Ona görə də bir çox şəhər dövlətləri demək olar ki, döyüşsüz ələ keçirmişdi. Lakin müqavimət göstərənlər də tapıldı. Bunlar Afinanın başçılığı ilə ittifaq yaratdılar və eradan əvvəl 338-ci ildə Xironeyada Makedoniya işğalçılarına qarşı döyüşə atıldılar. Xironeya döyüşü eradan əvvəl 338-ci ildə baş verib, Yunan şəhər dövlətləri ilə Makedoniya şahı 2-ci Filip arasında olmuşdur. 2-ci Filipin oğlu İskəndər bu döyüşdə sərkərdə kimi iştirak etmişdir. Yunan şəhər dövlətləri bu döyüş nəticəsində Makedoniya tərəfindən işğal edildi. Burada bir şeyi diqqətinizdə saxlayın, yəni testlərdə də düşür. Məsələn, yazır ki, Makedoniyalı İskəndərin hakimiyyəti dövrü üçün səciyyəvidir. Yəni, əgər hakimiyyəti deyirsə, Xironeya döyüşü ona aid deyil. Çünki Xironeya döyüşü vaxtı İskəndər hələ padşah deyildi. İskəndər onda sadəcə 2-ci Filipin oğlu kimi, sərkərdə kimi bu döyüşdə iştirak eləmişdi. Xironeyada həlak olanlarla birlikdə Yunanistanın azadlığı da dəfn olundu. Bu, həmin dövrə aid misaldır. 2-ci Filip şərqə yürüş etmək istəyirdi, lakin o sui-qəsd nəticəsində öldürüldü. Eradan əvvəl 336-cı ildə hakimiyyətə 2-ci Filipin oğlu İskəndər gəldi. O, Əhəməni dövlətini fəth eləmək və şərqin hakimi olmaq istəyirdi. Eradan əvvəl 4-cü əsrin 30-cu illərinin sonunda İskəndər şərqə yürüşə başladı. Bu dövrdə, yəni 4-cü əsrin sonlarında Əhəməni dövləti dərin tənəzzül içərisində idi. 3-cü Dara dövləti xilas eləmək üçün bəzi tədbirləri görsə də, lakin bu səmərə verməmişdi. Geniş ərazili imperiyanın satrapları artıq bəzən heç 3-cü Daranın özünü də saymırdılar və istədiklərini edirdilər. Və belə bir şəraitdə ölkə Makedoniya işğalı ilə, Makedoniya təhdidi ilə üz-üzə qaldı. Eradan əvvəl 334-cü ildə İskəndərin başçılığı ilə Makedoniyalılar ilk dəfə Kiçik Asiyada Qranik şəhəri yaxınlığında Əhəmənilərlə döyüşə atıldılar və bu döyüşdə İskəndər qələbə qazandı. Daha sonra eradan əvvəl 333-cü ildə yenə Kiçik Asiyada İs şəhəri yaxınlığında Makedoniyalılarla Əhəmənilər arasında növbəti döyüş baş verdi və bu döyüşdə də İskəndər qalib gəldi. Daha sonra Makedoniyalı İskəndər Aralıq dənizinin şərq sahilləri ilə öz yolunu davam elətdirdi. Eradan əvvəl 332-ci ildə Finikiya döyüşsüz İskəndərə tabe oldu. Yalnız Tir şəhəri müqavimət göstərdi, lakin sonda Tir şəhəri də Makedoniyalıların tabeliyindən keçdi. Həmin il, yəni eradan əvvəl 332-ci ildə Misir də İskəndərə döyüşsüz təslim oldu. Yəni Misirdən Finikiyanın oxşarlığı hər ikisi İskəndərə döyüşsüz təslim olmuşdur. Misirlilər İskəndəri tanrı elan elədilər və elə bu vaxt 3-cü Dara Makedoniyalı İskəndərə qarşı müqavimət göstərmək üçün tədbirlər görməyə başladı. O, özünün tabeliyində olan bütün satraplıqlara xəbər göndərərək özlərinin bütün tabeliyində olan qoşunlarla toplanışa gəlməyi əmr elədi və 200 minə qədər qoşunla Makedoniyalı İskəndərə qarşı hərəkətə keçdi. Bunu eşidən İskəndər də eradan əvvəl 331-ci ildə ona qarşı döyüşmək üçün iki çay arasına yollandı və tərəflər arasında eradan əvvəl 331-ci ildə məşhur Qavqamela döyüşü baş vermiş. Bu döyüş nəticəsində Makedoniyalı İskəndər özünün sərkərdəlik bacarığını bir daha nümayiş elətdirdi və parlaq qələbə qazandı. Bu döyüşdən sonra 3-cü Dara Mərkəzi Asiyaya qaçdı. İskəndər isə onun izi ilə gedərək İranın cənubunu və mərkəzini ələ keçirdi. İranın paytaxt şəhərləri olan Persepol və Pasarqardı tutdu. Bundan sonra o Mərkəzi Asiyaya yollandı. Burada 3-cü Dara Mərkəzi Asiya satrapı Bes tərəfindən eradan əvvəl 330-cu ildə öldürüldü və bununla da Əhəmənilər dövlətinin varlığına son qoyuldu. İskəndərin özü də Mərkəzi Asiyanı tutduqdan sonra Besi tapıb edam elətdirdi. Eradan əvvəl 327-ci ildə İskəndərin Hindistana yürüşü baş tutdu. Bu yürüş nəticəsində Hind çayı
vadisində bir sıra ərazilər İskəndər tərəfindən ələ keçirildi. Lakin yerli əhalinin şiddətli müqaviməti və uzun yürüşlərdən yorğun düşmüş əsgərlərin tələbi ilə İskəndər geri çəkilməyə məcbur oldu. Və beləliklə Makedoniyalı İskəndərin yürüşləri nəticəsində geniş ərazili coğrafiyada Makedoniya imperiyası bərqərar oldu. Bu imperiyanın sərhədləri qərbdə Balkan yarımadası və Misirdən, şərqdə Mərkəzi Asiya və Hindistana qədər olan əraziləri əhatə edirdi. İskəndər özünü şərq imperiyalarının, xüsusən də Əhəməninin qanuni varisi sayırdı və buna görə də dövlətin mərkəzini Babil şəhəri elan etmişdi. İndi isə Makedoniyalı İskəndərin yürüşləri barədə infoqrafikanı sizə göstərək. Deməli, burada İskəndərin yürüşləri həm xronoloji ardıcıllıqla tərtib olunub, həm də vacib qeydlər burada qeyd olunub. Beləliklə, bu infoqrafikadan biz görürük ki, Qranik, İs və Qavqamel döyüşləri Makedoniyalılarla Əhəmənilər arasında baş verib və hər üç döyüşdə Makedoniyalılar qalib gəlib. Finikiya ilə Misir isə İskəndərə döyüşsüz təslim olub, lakin Finikiyada şəhəri istisnadır, bunlar Makedoniyalılara müqavimət göstərmişlər. Xronoloji ardıcıllığa görə Makedoniyalı İskəndərin son yürüşləri Mərkəzi Asiya və Hindistan olmuşdur. Eradan əvvəl 330-329-cu illərdə Baktriya və Soğdiyan işğal edilmişdir. 327-ci ildə isə Hindistana edilən yürüş zamanı bayaq dediyimiz kimi bu yürüş o qədər də uğurlu olmadı və yalnız Hind çayına qədər olan ərazilər işğal edildi. Eradan əvvəl 323-cü ildə Makedoniyalı İskəndərin ölümündən sonra onun imperiyası ayrı-ayrı dövlətlərə parçalandı. Bunlar Suriya, Misir və Makedoniya padşahlıqları oldu. Suriya sonradan Selevkilər adlanacaq, Misirdə isə Ptolemeylər sonrası hakimiyyətdə gələcək. İndi isə Ellinizm və onun şərqə yayılması barədə danışaq. Makedoniyalı İskəndər işğal etdiyi ölkələrdə çoxsaylı şəhərlər saldırırdı və bu ərazilərdə Yunan mədəniyyətini yayırdı. İskəndərin saldırdığı şəhərlər onun adını daşıyırdı və İskəndəriyyə adlanırdı. Bu şəhərlərdən ən məşhuru Misirdəki İskəndəriyyə şəhəridir və bu şəhərə aiddir. Nil çayının deltasında salınmışdı. Dünyadakı ilk muzey bu şəhərdə yaradılmışdı. Faros adasında mayak inşa edilmişdi. Evklit və Arximed kimi alimlər bu şəhərdə yaşamışdılar. Bununla da bizim Yunanistan mövzusuna həsr etdiyimiz 3-cü videoda sona çatdı. Sonda yenə ənənəvi olaraq izləyicilərimizə suallarımız olacaq və suallara əsaslandırılmış şəkildə şərh bölməsində izah verin, müzakirələrdə iştirak edin. Beləliklə, suallarımız bundan ibarətdir. Sizcə, Makedoniyalı İskəndərin belə qələbələr qazanmasında əsas amil nə idi və Yunan mədəniyyətinin şərqdə yayılmasına aid hansı nümunələri göstərə bilərsiniz? Sualları bir daha qeyd edeyim ki, şərh bölməsində qeyd edin. Bəyəndinizsə videonu like düyməsini sıxmağı unutmayın və belə videoların davamının gəlməyi üçün kanalımıza abunə olun. Sağ olun, salamat.